Böyle dağa çıxmaq, zirvəyə çıxmaq. Yəni mən Ağrı dağına, Kazbek dağına, Elbrusa, birçok dağa çıxmış adamım. Həyatda hər şeyin dərmanı varmı? Yoxsa bəzi ağrılar sonsuz olaraq qalır? Yox, niyə ağrı olsun ki? Yəni niyə həyatda diskomfort olsun ki? Hər şeyin dərmanı yoxdur əlbəttə. Amma hər şeyin dərmanını tapmağa çalışmaq lazımdır. Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Həyat haqqında ən böyük dərsi hansı pasiyentdən öyrəndiniz? Məni ruhlandıran bir prostat xərçəngi idi. 48 yaşı vardı, diaqnoz qoymuşduq 2004-cü ildə. Bu adamın həyata belə yapışması mənim çox xoşuma gəldi. Düzdür, mənim qəbul eləmədiyim bir tərzdə idi. Yəni dediyi bu idi ki, gec ailə qurmuşam, uşaqlarım balacadır, sən məni bundan qurtar. Yəni, amma indi belə sual verdiniz, siz necədir? Baxın, əslində öz xəstələrimdən deyil. Məni ruhlandıran Murad Məmmədovdur. Haqqında danışmaq istəyərdim. Yəni, osteogenezis imperfecta xəstəliyi ilə doğulub və bu adam bugün də Azərbaycanda ən tanınmış insanlardan birisidir. Motivasiya uzmanıdır, kitab yazır, indi də əl işləri satır. Yəni, bu adamın həyata yapışmağı mənim üçün belə bir, həqiqətən çox ciddi bir şeydir. Ciddi bir həvəs verən bir xüsusiyyətdir. Bütün peşəkarlığa və cəhdlərinizə baxmayaraq, əlinizdən heç nə gəlmədiyi bir an olubmu? Əlbəttə ki, olub. Əlbəttə ki, olub. Yaxşısı budur ki, hələ biz bunu o ilkin diaqnoz sırasında bilək ki, bizim əlimizdən bir şey gəlməyəz. Pisi odur ki, biz bir qərar veririk, əməliyyat edirik və əməliyyat vaxtı məlum olur ki, əlimizdən bir şey gəlmir. Ən pisi odur. Həyat haqqında nədir? Siz, mən ümumiyyətlə tarazlıq və sakitlik tərəfdar olan bir insanam. Həyat belə gətirib deyirəm də və belə də bir dua edirəm ki, Allah heç kəsi çarəsiz qoymasın. Həkimi də həmçinin. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Böyle dağa çıxmaq, zirvəyə çıxmaq. Yəni mən Ağrı dağına, Kazbek dağına, Elbrusa, birçok dağa çıxmış adamım.